Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu vəsselamu alə mən la nəbiyyə ba'də əmmə ba'd. Demək, yəni dediyimiz kimi keçən dəfə bitirdik birinci rükunu, yəni İslamın birinci rükunu, La ilahe illallah Muhammed Rasulullah rükününü. Yəni bütün o mövzular hamısı o ilə bağlı idi. Təvhid, şirk, bütün bu mövzularda, yəni ikinci rükünü, yəni namazdır və burada da yəni müəllif rahimehullah namazın şərtlərindən başlayır. Dərs-ü sədis, 6-cı dərs, şurutus salah. Namazın şərtləri. Qali Şeyh rahimehullah, dərs-ü sədis, şurutus salah. Şeyh rahimehullah, yəni Şeyh qəsd olunan İbn Baz rahimehullahdır. 6-cı dərs, yəni namazın şərtləri. Və namazın şərtləri 9-dur deyir. Namazın 9 şərti var. Əvvəldə bundan danışmışdıq biraz. Kimin yadındadır 9 şərt? Kim deyər? Yəni İslam, sonra təmiz var. Sonra aqildir, 3. Təharət, yəni orada raful hədəs gedir. Gələcək bir-bir. Sonra vaxtın girməsi 5. Təmiz yer. Niyə? Təmiz yer. Yəni təmiz yer şərt kimi gəlmir. Yəni orada gəlir ümumən nəcasətdən təmizlənmək. Yəni içinə yer də girir, paltar da girir, bədən də girir, hamısı girir. Yəni şərtin içində nəcisdən təmizlənməkdir, nəcasətdən. Bu da var. Nə qaldı? Niyyət, qiblə. Niyyət, qibləyə yönəlmək. Bir dənəsi qaldı, 9-cu. Övrətin örtülməsi. Sətrül əvra. Yəni 9 şərt var. Birinci deyir ki, əl-İslam vəl-aqlu və-təmyiz. Yəni ikinci aql, yəni ağlı başında olmaq. Üçüncü təmyiz. Təmyiz yəni seçməsi. Gələcək bunlar şərtlər, izahları. Dördüncü raful hədəs. Hədəs yəni pozuntunu qaldırmaq. Pozuntu nədir? Yəni dəstəmazı və yaxud yəni dəstəmazı pozan və yaxud qüsulu pozan şeyi qaldırmaq. Yəni dəstəmazla və yaxud qüsulla. 5-ci izalətün nəcəsə. Nəcislikdən təmizlənmək. 6-cı satrul əvra, övrətin örtülməsi. 7-ci duxulul vaxt, vaxtın girməsi. 8-ci istiqbəlül qiblə, qibləyə yönəlmək və 9-cu nədir? Niyyət. Şərhində deyir, kimdir şərhində? Abdurazaq bin Bədr Həfizəhullah deyir ki, əs-salah hiyə əzm ərkanil İslam bə'də şəhadəteyn. Namaz deyir, yəni İslamdan sonra, yəni İslamın şəhadətdən sonra ən əzəmətli rükünudur. Və əhəmmu umurul abd fəmən həfiz aleyhə və həfizəhə həfizə dinə. Yəni qulun ən mühüm işlərindəndir namaz, şəhadətindən sonra və kimdir onu qoruyarsa, mühafizə edərsə, dinini qorumuş olur. Və mən dayya'əhə kənə limə sivahu min əməlihi əşəddu idaətən. Əgər bunu zay edərsə, bundan o tərəfəsinin daha şiddətlidir. Yəni daha asandır onun üçün, yəni zay etməsi. Və hiyə əmudul İslam, çünki bu İslamın dirəyidir. Fəqabul səyiril əməl mövqufun alə qabulis salah. Və digər əməllərindir, qəbul olunmasıdır, bağlıdır bunun qəbul olunmasına. Feyzə ruddat aleyhi səirul əməl. Əgər namaz ona rədd olunarsa, qaytarılarsa, qəbul olunmazsa, digər əməllər də rədd olunar, qəbul olunmaz. Və hiyə əvvəl furudul İslam və hiyə əxiru mə yufqadu minəd-din. Və İslamındır fərzlərindən ən birincisidir və dindən də itiriləsi ən axırıncısıdır. Yəni bundan o tərəfə artıq insanın dini yoxdur. Və la yəstəqimu dinul muslim və la tasluhu a'maluhu. Bundan o tərəfə yəni bir müsəlmanın dinidir doğru olmaz və onun əməlləridir yararlı sayılmaz. Və la ya'tadilu sulukuhu fi şu'un dinihi və dunyah. Və onun deyir, yəni nə dünya, nə dini işləridir, ondan sonra tarazlı getməz. Hətta yuqimə həzqis salah alə vəchihə əl-məşru, ta ki o namazı deyir, ona təyin olmuş şəkildə yerinə yetirməyincə. aqideten ve ibadeten ve müteessiyen bir Resulullah sallallahu aleyhi ve sellem.
etiqad cəhətdən ibadət və Allah Rəsulü sallallahu əleyhi və səlləmə yəni onu özünə nümunə edərək. Və iqamatus salə la budda fihi min muraat şurutiha və arkaniha və vacibatiha və sonra deyir, yəni o namazı yerinə yetirmək nə cür nədir? O namazı yerinə yetirmək, onun şərtlərini, rükunlarını, vaciblərini riayət etməklədir. Və mücahidət lin-nəfsi alə təkmilihə və tətmimihə və nəfsidir çalışdırmaq, onu kamilləşdirmək, tamamlamaq üzrə. Və lihəzə əvrədə sallallahu aleyhi rahiməhullah həzə dərs və durusən bədahu tətəəlliqu biməsəil mütəəlliqə bis-salə. Ona görə deyir rahiməhullah, yəni İbn Baz rahiməhullah, yəni burada bu dərsi açır və məsələləri bağlayır, yəni namazla və burada deyir şərtləri, rükunları, vacibləri və sunanlarını gətirir namazın. Muavanətən lil-muslim alə iqamətis-salə. Ki, bir müsəlmanı namazı düzgün yerinə yetirməkdə ona yardım edərək. Yəni, nə cürünə o, yəni namazını qoruya bilər, nə cürünə onu düzgün yerinə yetirə bilər, şərtlərini, rükunlarını, vaciblərini və həmçinin sünənlərini, müstəhəblərini ödəyə bilər. Və qaddəmə rahiməhullah əl-kələm alə-şurud. Və rahiməhullah deyir, birinci deyir, şərtlərdən başlayır. Ləənnəhə təsbiqus-salə. Çünki bu deyir, namazı deyir, qabaqlayır. Hələ namaza girməmişdən qabaq, yəni şərtlər namazı qabaqlayır. Və təkunu beynə yədeyhi təhəyyüən ləhə və istiyadədən. Sanki namaza girməmişdən onun üçün bir hazırlıqdır. Thumma zəkərəl ərkan, ondan sonra rükunlara keçir. Yəni rükunlar artıq namazın içindədir. Lənnəhə tuzəminu əs-saləh və qaddəməl ərkanə aləl-vacibət. Və orada da deyir, rükunları deyir, vaciblərdən önə çəkir. Çünki lənnəhə əkədu və azam. Çünki bu daha böyükdür, daha güclüdür. Rükun itməsi, yəni namazı batil edir çünki. Finnə rukna tabutulus-salə bi tərkihi. Yəni rükun tərk olunursa, namaz batil olur. Vacib tərk olunursa, onu deyir, səhv səcdəsi ilə bərpa etmək olur. Əmmə rukun fələ yəcburuhu şeyun bəl ləbuddən yutəbihi. Rükunu isə heç nə bərpa etmir, gərək həmin rükunu tezdən qaytarasan. وَلَوْ تَرَكَ رُكْنًا وَسَجَدَ سَجْدَتَيْنِ فِي آخِرِ صَلَاتِهِ مِنْ أَجْلِ تَرْكِهِ فَصَلَاتُهُ بَاطِلَةٌ. Əgər bir rükunu tərk edərsə, əgər namaz qılan bir rükunu tərk edərsə, ondan sonra namazın axırında 2 səhv səcdəsi edərsə, namazı yenə də batildir. Çünki rükunu gərək qaytarasan. Və sonra keçir, yəni şərtlər nədir? Namazın şərtləri nədir? وَالشَّرْتْ كَمَا أَرَّفَهُ الْعُلَمَاءُ هُوَ مَا يَلْزَمُ min ədəmihi əl-ədəm. Şərt necə ki, alimlər bunun tərifində deyirlər ki, mə yəlzəmu min ədəmihi əl-ədəm. Yəni, onun olmaması gərəkdirir ibadətin olmamasını. Yəni, şərtin olmaması gərəkdirir ibadətin olmaması. Və lə yəlzəm min vücudihi vücudun. Lakin onun olması hələ gərəkmir ki, ibadət tam var. Yəni, çünki şərt olması hələ o demək deyil ki, ibadət var. Yəni, şərtin tərifi budur. Olmayanda ibadət yoxdur. Lakin olanda hələ şərt deyil ki, ibadət sayılsın. Çünki onun rükunları, başqa şeyləri də var. Aydındır. Misal üçün, əl-vudu şərtun min şurut-salə. Dəstəmaz namazın şərtlərindən bir şərtdir. Düzdür? Yəlzəm min ədəmil-vudu ədəmus-salə. Dəstəmazın olmaması nəyə gərəkdirir? Namazın olmamasını. Düzdür? Və onun səhih sayılmamasını. Fəmən sallə bilə vudu'in fələ salətə ləhu. Kim dəstəmaz almazsa, namaz qılarsa, onun namazı sayılmaz. Və lihəzə fi hədisil musi'i salətəh qalən nəbi sallallahu aleyhi ve sellem izə qumtə iləs-salə fə əsbihil vudu. Və ona görə də ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o namazı səhv qılan barəsində nə deyir? Deyir ki, namaza durduqda gözəl şəkildə dəstəmaz al. Vəl-vudu yəlzəm min ədəmihi əl-ədəm. Və dəstəmazın deyir, olmaması, namazın olmamasını gərəkdirir. Lakin dəstəmazın olması hələm namazın sayılmasını gərəkdirmir. Aydındır? Mən təvaddə lə yəlzəm min vücudil vudu. Vücud salə. Kim dəstəmaz alarsa, yəni dəstəmazın olması, hələ o demək deyil ki, namaz var. Aydındır. Demək, şərt nəyə deyirik? Onun olmaması ilə ibadət yoxdur, lakin onun olması hələ gərəkdirmir ki, ibadət var. Aydındır.
Və birinci şərt nədir? İslamdır. وَذَلِكَ أَنَّ غَيْرَ الْمُسْلِمْ هُوَ كَافِرْ عَمَلُهُ بَاطِلْ. Nəyə görə İslam şərtdir? Çünki qeyri-müsəlman, yəni kafir, onun bütün əməlləri batildir. Yəni kafirlərin bütün əməlləri batildir. وَحَابِتٌ غَيْرُ مَقْبُولٌ. Yəni onun əməli puçdur, qəbul olunmur. Necə ki Allah Taala buyurur: وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Allah Taala Maidə surəsi 5-ci ayədə buyurur: Kim imana küfr edərsə, yəni bu dinə küfr edərsə, onun əməli puç olar və axirətdə də xüsran çəkənlərdən olar. Və kəmə qalə sallallahu aleyhi və səlləm və kəmə qalə subhanahu və teala və həmçinin necə ki Allah Taala buyurmuşdu: Mə kənə lil müşrikin ən ya'muru mesacidallahi şahidin ala anfusihim bil kufr. Ulaika habitat a'maluhum və fi'n-narihum xalidun. Allah Taala Tövbə surəsi 17-ci ayədə buyurur ki: Mə kənə lil müşrikin ən ya'muru mesacidallahi şahidin ala anfusihim bil kufr. Müşriklərə deyir, yaramaz öz əleyhlərinə küfr edərək, yəni şahidlik edərək, yəni küfrünə, öz əleyhinə Allahın məscidlərini yaşatmağa. Yəni müşrikə yaramır. Allahın evini yaşatsın, məscidləri yaşatsın, orada ibadət eləsin, öz əleyhinə küfrü şahidlik edərək. Çünki ondan o qəbul olunmur. Allah Taala buyurur: "Ulaika habitat a'maluhum." Onlar o kəslərdir ki, onların əməlləri puç olub və fi'n-narihum xalidun və onlar əbədi olaraq cəhənnəmdə olacaq. Və həmçinin Allah Taala buyurur: وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَلَلَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Allah Taala Zümer surəsi 65-ci ayədə buyurur: Artıq sənə də və səndən qabaqçılara da vəhiy olunmuşdur ki, əgər sən şərik qoşsan, لَيَحْبَطَنَّ عَمَلُكَ sənin əməlin mütləq puça çıxar və sən də deyir, yəni xüsrana düçar olunanlardan olarsan. فَالْكُفْرُ وَالشِّرْكُ مُبْطِلٌ لِلْأَمَلِ. Küfür də, şirk də əməli neynir? Puç edir. Fəmin şurutis salah ad-dukhul fi hazad-din. Həmçinin deyir, yəni namazın şərtlərindən də bu dinə girməkdir. Yəni İslamdır. Və-dukhul fihi innama yakunu bin-nutqi bi-şahadatayn. Ma'al fahmi li ma'nahuma. Və dinə girməyin şərti nədir? Kim deyər? Şahadəteyni dillə deyərək, mənasını fəhm edərək. Yəni mənasını bilmirsə, dili ilə deyirsə, yəni dinə girmiş sayılmır. Və aqdul azmi alə təhqiqi mə yedullani aleyhi. Və qəti olaraq deyir, yəni etiqad etmək, yəni bu iki şahadətin mənasına. Min tevhidil mursil cəllə fi ulah və təcridil mutabitil el-mursal. Yəni nədir bu iki şərt? Nədir bu iki məna? Göndərənin tevhidi, yəni ona qarşı tevhid, onu təkləşdirmək və göndərilənə də tabe olmaq. Aydındır? Göndərəni təkləşdirmək ibadətlə, göndəriləni təkləşdirmək tabeçiliklə. Yəni la ilahe illallah Muhammed Rasulullah. Aydındır bu? Yəni bundan sonra onun digər əməlləri qəbul olunur. Yəni İslama girmək şərti nədir? Şahadəteyni demək, onun mənasını bilərək, fəhm edərək və onun mənasını qəti şəkildə etiqad edərək yerinə yetirmək. İkinci şərt əqldir. Yəni namazın ikinci şərti nədir? Əql. Əksi nədir? Məcnun. Məcnun, ağlı başında olmamaq. Fəl-qələm anhu mərfu. Çünki yəni məcnundan yəni qələm götürülüb. Necə ki hədisdə keçir, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdu: "Rufiyal qələm an salas." 3 nəfərdən qələm götürülmüşdü. Onlardan biri də kimdir? Məcnundur. Üçüncü şərt ət-təmyiz. Təmyiz nədir? Ən yekuna mumeyyizən və innəmə yablu haddə təmyiz fis-səbiə. Yəni təmyiz həddinədir insan haçan çatır? 7 yaşında. Və lihəzə cəə fil hədis muru əbnəəkum. Və ona görə hədisdə gəlir ki, övladlarınıza əmr edin. Haçan? 7 yaşında. Yəni oğlan və qız həmçinin. Bis-salati li 7 sinin vadribuhu alayha bi 10 sinin. Onları 10 yaşında, yəni namaz səbəbindən vurun. 7 yaşında əmr edin.
Çünki təmiz vaxtıdır, namaz qıla bilir. 10 yaşında isə tərbiyələndirin, vurun. Amma həddi buluq nədir? Həddi buluq, yəni uşağa namazı neynir? Vacib edir. Bundan qabaq isə onu yerinə yetirmək yazılır onun övliyalarına, yəni vəlilərinə yazılır. Valideyninə yazılır. Yəni uşaq üçün yazılır haçan? Həddi buluqda. Amma yerinə yetirməyə haçandır? Haçan sayılır onun namazı? Təmiz vaxtı. Deməli, namazı sayılması üçün şərt nədir? Təmizdir, həddi buluq deyil. Həddi buluqda onun boyuna vacib düşür. Təmizdə isə onun namazı sayılır. Aydındır, fərq. لأنه إذا بلغ 7 سنوات يكون مميزا çünkidir 7 yaşa çatanda artıq ayırd eləyə bilir. Ayırd eləyə bilir, nəyi eləmək lazımdır? Təmiz budur. Və yefhamu və yuhsinu an yuqima al-amal və başa düşür, yəni əməli gözəl şəkildə yerinə yetirə bilir. Əgər ona yönəldilirsə, onu izah olunursa, və huwa vaqtul amri bis-salah. Necə ki məktəbə gedir 7 yaşında, hə? Namaz əmr olunan vaxtıdır, hələ o vaxtıdır, 7 yaşdır. Ki, ağlı puxtələşmiş vaxtıdır. 4-cü şərt, raf'ul hədəs, pozuntunun qaldırılması. Vəl-hədəs yətənəvəl-hədəs-əl-əkbər və huvəl-ləzi lə yərtəfiyu illə bil-ğusli. Hədəs deyəndə, hədəs-əl-əkbər, yəni böyük hədəs var, böyük pozuntu var və kiçik pozuntu var. Böyük pozuntunu yalnız qüsul qaldırır. Necə ki, məsələn, cənabətdən və yaxud heyzdən, yəni bunu ancaq qüsulla qaldırırsan. Yəni bu pozuntu, cənabət pozuntusu, heyzlə pozuntu, bu qüsulla qaldırılır. Və kiçik pozuntu, hansı ki, dəstəmazla aradan qalxır. Fəraful hədəsi şərtun min şurut-i salah. Və deyir, yəni həmin pozuntunu aradan qaldırmaq, deyir, namazın şərtlərindəndir. Və qad ca'anin nəbiyyinə aleyhissalatu vesselam, necə ki, bu deyir, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən gəlmişdir. Lə tuqvələ salatun bi qeyri tuhurin. Namaz deyir, yəni təmizlənməmiş, yəni pozuntunu aradan qaldırmamış, qəbul olunmaz. Fəmən salləhu muhtisun səvaən hədəs əkbər o əsxar fələ salətə ləhu. Və kim deyir, namaz qılarsa pozuntulu halda, İstir böyük pozuntulu olsun, istir kiçik, onun deyir, namazı deyir, sayılmır. 5-ci şərt, izələtün nəcəsə. Nəcasətin aradan qaldırılması. Ey min buqatin əlləti yusalli aleyh. Və minəs-siyəbi və minəl-bədən. Yəni, nəcisdən təmizlənmək 3 şeyləndir. Yeri təmizləmək, nəcisli yer olmasın, paltarı təmizləmək, bir də bədəni. Və ona görə Allah subhanahu wa ta'ala buyurur, və siyəbəkə fətahhir. Və paltarını deyir, təmizlə. Vəl-əsl fit-təhərə huvəl-mə. Sonra təmizlikdə əsl nədir? Sudur. Yəni, əsli sudur. Finkənə nəcəs fil-ard yusabbu aleyhəl-mə. Əgər yerdədirsə nəcasət, üstünə su tökülür. Finkənət fi qeyrihə tuğsəlu həttə təthur. Başqa şeydədirsə, yuyulur. Yəni, yerə su tökülməklə nəcis gedir. Paltarda və yaxud bədəndədirsə, onda yuyulur. 6-cı şərt, sətrul əvrə, övrətin örtülməsi. Və hiyə mə yəcibu təxtiyyətuhu və yəqbuhu zuhuruhu. Vacibdir, yəni örtülsün və deyir, yəni onun aşkara çıxması da pisdir. Və yüstəhyə minhu, ondan yəni utanmaq lazımdır. Yəni üzə çıxmasından övrətin. Çünki Allah Taala buyurur: "Yə bəni Ədəm xuzu zinətəkum ində kulli məscid." Ey Adəm övladları, hər məscid, yəni məscidə gedəndə, ibadətə gedəndə, yəni zinətlərinizi tutun, yəni örtün. Zinət yerlərini örtün. Ey ində kulli salatin, yəni hər namazda, yəni. Və lihəzə mən salləhu və arin leysə aleyhi thiyabun fə salatuhu batilə. Və ona görə kim namaz qılarsa lüt olaraq, yəni övrəti açıq olaraq, onun deyir, namazı deyir, batildir. Elm əhlinin icması ilə. İllə izə kənə fəqidən ləhə. İstisna yalnız odur ki, yəni itirərsə, paltarın yəni, həmin vaxtı itirərsə, və cəə eydən fil hədis, lə yəqbəlullah salət həyd illə bi ximar. Və necə ki, hədisdə gəlir, heyz olunanın deyir, namazı yalnız deyir, onun ximarı ilə qəbul olunur. Ximarı, yəni örtü, baş örtüyü ilə. Heyz olunan, yəni qadındır. Həddi buluğa çatan qadındır. Aydındır bu.
yəni heyz olan, həddi buluğa çatan qadındır. Onun namazı yalnız baş örtüyü ilə qəbul olunur. وَالْمَرْأَةُ تُغَطِّي بَدَنَهَا كُلَّهَا فِي الصَّلَاةِ إِلَّا وَجْهَهَا. Odur ki, deyir, qadının bütün bədənini deyir, üzündən başqa namazda deyir, örtür. وَإِذَا كَانَتْ بِحَضْرَةِ رِجَالٍ أَجَانِبٍ فَإِنَّهُ حَتَّى الْوَجْهِ يُغَطَّى. Lakin yad kişilərin yanında olarsa, hətta üzünü də belə örtməlidir. Buna da bir çox dəlillər var. Yəni üzünü örtməyə, üzünü örtmənin vacib olmasına. İzə kənət bi hədrati ricəl əcanib. Əgər yəni yad kişilərin yanındadırsa. Yəni ümumən naməhrəm olan yerdə qadın üzünü də örtür. Bu vacibdir onun üçün. Yəni bunlar üzünü örtməyi görən alimlərdir, yəni təbii ki. Üzünü örtməyi vacib görən alimlər deyir. Yəni ümumən niqabda olan. Niqabın yəni vacib olmasını deyənlər. Şərt-ü səbi 7-ci şərt duxul vaxt, vaxtın girməsi. Kəmə qalə təbərək və təalə, necə ki Allah Taala buyurmuşdu: "İnna salate kanat alel mu'minina kitaben mawquta." Həqiqətən namaz möminlər üçün müəyyən bir vaxtda təyin olunmuşdur. Ey ləhə vaxtun müəyyən, yəni onun müəyyən bir vaxtı var. Lə tusalli qabləhu və lə tusalli bə'dəhu. Nə ondan qabaq qılınır, nə də ondan sonra, yəni o vaxtdan sonra qılınır. Müəyyən bir müddət vaxtdır. Nə ondan qabaq qıla bilərsən, nə də ki o vaxtı çıxandan sonra qıla bilərsən. Necə ki Allah Taala buyurmuşdu: "Əqimis salate liduluki şəmsi ilə ğasaqil leyli və Qur'anəl fəcri inna Qur'anəl fəcri kana məşhuda." Allah Taala İsra surəsi 78-ci ayədə buyurur: "Əqimis salə liduluki şəms ilə ğasaqil leyl." Yəni namazı nə vaxtdan nə vaxta qılırsan, yəni duluki şəms, yəni günəşin meyl etdiyindən, yəni zöhr vaxtından ilə ğasaqil leyl, gecənin dərinliyinə qədər, yəni gecənin qaranlığına qədər qıl. Yəni bu 4 vaxt namaza işarədir. Zöhrdən işaya qədər. Sonra deyir ki, və Qur'anəl fəcri və fəcrdə qiraəti. Yəni Qur'anəl fəcri, yəni fəcrdə qiraəti uzatda, çoxalt. Bu da sübhə işarədir. Çünki deyir, yəni fəcrin qiraəti nədir? Məşhuddur. Məşhud yəni şahidləri var. Yəni fəcrin qiraətinin şahidləri var. Yəni məliklər şahiddirlər. Fəs-salatu tuqamu li vaqtiha, demək namaz deyir öz vaxtında qılınmalıdır. Və qad cəə Cibril ilə Nəbi sallallahu əleyhi və səlləm, necə ki deyir Cəbrail əleyhissalam Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlir və əmməhu bis-salah, və ona imamlıq eləyir namazda və sallə bihi fi əvvəl vaxt, və onun deməli vaxtın girməsindədir, namazı qılır 5 vaxtı. Səhərsi gün isə gəlir, yenə də imamlıq eləyir 5 vaxt namaz qılır, amma axırında qılır. Yəni vaxtın axırında qılır. Yəni birinci gün gəlir 5 vaxt namaz qıldırır, imamlıq eləyir. Namazın vaxtı girən kimi qıldırır. İlkin vaxtında. Səhərsi gün gəlir, yenə də 5 vaxt namazı qıldırır, lakin namazların yəni axır vaxtlarında qıldırır. Bildirərək ki, bu əvvəl vaxtıdır, bu da son vaxtıdır. Aydındır. Thumma qala alayhissalatu vesselam: "Haza vaqtul anbiya min qablik, el-vaqtu fima beyne hazayn və hazaynil vaqtayn." Və sonra da axırda da deyir ki, bu deyir, yəni səndən qabaqki peyğəmbərlərin bir vaxtıdır. Namaz vaxtıdır. Vel-vaqtu fima beyne hazaynil vaqtayn. Və vaxtda deyir namazın vaxtı. Bu iki vaxtın arasında olan müddətdir. Yəni əvvəli və sonu. Aydındır bu. Ey əvvəl vaxt və axirul vaxt. Fəs-salatu tusallə fil vaxt. Demək namaz öz vaxtında qılınmalıdır. Yəni bu vaxtdan bu vaxta kimi. Ən üstün vaxt isə haçandır? İlkin vaxtında qılmaqdır. İllə fis-salatu zuhur, zöhrdən başqa, zöhrdə bəzi istisnalar var. Məsəl üçün istilikdə, şiddətli isti olanda Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdu: "İzəştəddəl harru fəəbridu bis-salah." Yəni istilik şiddətlənərsə, yəni isti hava olarsa, namazı deyir, saxlayın, gecikdirin sərin vaxtına. Sərin vaxtına, yəni biraz şiddəti gedən vaxtına. Əxiruha qalilən. Yəni biraz gecikdirin onu, hətta tənkəsirə şiddətu hərarətəş-şəms. Ta ki yəni günəşindir, hərarətinindir, şiddətidir kəsilənə qədər. Finnə şiddətəl hərri min feyhi cəhənnəm. Çünki deyir, yəni istiliyindir şiddəti, yəni yay günün istiliyinin şiddəti,
Bu deyir cəhənnəmin nəfəsindəndir. Və kəzəlikə mə cəə fi sunnə min əftaliyyəti təxir salatil işə. Həmçinin sunnada gəlib, yəni işa namazının gecikdirilməsinin fəziləti. Yəni bu da əfsəldir, işa namazını gecikdirmək. İllə izə kənə fi təəxiri məşəqqətun əl-musallin. İstisna yalnız o haldır ki, yəni namaz qılanlar üçün bu məşəqqət törəyər. Məsəl üçün kim işdən gəlir, kim yəni cəmaatı toplamaq. Fə innəhu tusallə fi əvvəl vaxtihə. O zaman deyir, yəni ilkin vaxtında deyir qılınması yaxşıdır. Yəni kiçik bir qrup və yaxud ailədə bunu gecikdirmək olur gecənin yarısına. Amma cəmaatın hamısına yəni əfsəldir nədir? İlkin vaxtında qılmaq. Sonra gəlir 8-ci şərt, istiqbəlül qiblə. Qibləyə yönəlmək. Qiblə nədir? Yəni Kəbə, Allahın evi. Necə ki Allah Taala buyurmuşdu. Fəvalli vəcəhəkə şatral məscidil haram. Sən üzvü deyir, yəni Məscidül Harama tərəf tut. Dəlilun alə istiqbəlil qiblə fərd aləl musalli. Bu deyir dəlildir, yəni qibləyə yönəlmək və namaz qılana da bu fərzdir. Və şərtun fi sihhəti salatihi, həmçinin onun namazının səhih sayılmasında da şərtdir. Və yədullu lizəlikə minəs-sunnə qavlun Nəbi sallallahu aleyhi və səlləm li musii salatahu. Və buna da həmçinin sunnadan dəlil Peyğəmbər sallallahu aleyhi və səlləm namazı səhv qılana deməsidir ki: "İzə qumta iləs-salah fəəsbihil vudu, thumma istəqbilil qiblə." Səndir namaza durduqda gözəl şəkildə dəstəmaz al, sonra qibləyə yönəl. Və axırıncı 9-cu şərt niyyətdir. Fəməhəlluhəl qalb. Bunun da yeri haradır? Qəlbdir. Kəmə qalə aleyhissalatu vesselam: "İnnəməl a'mal biniyyət və innəmə likulli imrin mə nəvə." Necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdu, əməllər yalnız niyyətlərə görədir və hər bir kəsə də öz niyyətinə görə verilir. Vəl murad bin niyyə huna ey əlləti yetəməyyiz bihəl əməl. Yəni burada qəsd niyyətdə nədir? Məqsəd nədir? Yəni əməldən ayırmaq. Yəni nə ilə ki əməl ayrılır digər əməllərdən? Niyyət budur. Fəməlləzi yumeyyiz salata zuhri an salatil asr. Yəni niyyət həmin o niyyətdir ki, zöhr namazının məsəl üçün əsr namazından ayırır. Yəni niyyətlənirsən ki, hansı namazı qılıram. Fəməlləzi yumeyyiz salatal fərdi an salatil nəfil. Həmçinin fərz namazını nafilə namazından ayırır. Yəni niyyət budur. Buna deyirik. Zöhrü əsrdən ayırır, fərzi fərzdən ayırır, həmçinin fərzi nafilədən ayırır. İllə məqamə fil qalb min niyyətin. Və tələffuz bihə bid'a. Sonra deyir ki, niyyəti tələffüz etmək, vacib qurbətən zat bu şeylər nədir? Bidətdir. Və leysə aleyhi əməlün nəbi sallallahu aleyhi və səlləm və Peyğəmbər sallallahu aleyhi və səlləm buna bu cürünə əməl etməmişdir. Nə də ki, sahabələr də buna belə əməl etməmişdir. Və mə yəf'aluhu ba'dun nas izə qamə lis-salah cəhərə bin-niyyə qailə. Və bəzi insanları görürsən ki, deyir, yəni namaza durduqda, yəni niyyətin deyir, aşkar tələffüz edir. Deyir ki, nəvəytu ən usalli salatal asr 4 rəkaat. Məsələn, deyir ki, niyyətlənirəm əsr namazını qılım 4 rükət filan məkanda və ilə axır. Yəni, bunlar hamısı deyir, bidətdir. Leysə aleyhi əməlün nəbi sallallahu aleyhi və səlləm və lə əməl sahabətihi əl-kiram radiyallahu anhum. Yəni, Allah Resulü sallallahu aleyhi və səlləm və onun sahabələri bu şey üzərində olmayıblar. Vəl-bidə kulluhə yuəzzər əl-mər'u aleyhə. Və bidətlərin hər birisinə görə yəni, şəxslər cəzalandırılmalıdır, tərbiyələndirilməlidir və onun üzərində heç bir əcr qazanmır. Lənnəl əcrə mərbutun bil ittibə. Çünki deyir, əcr, savabdır, bağlıdır nəyə? Peyğəmbər s.ə.və tabi olmağa. Bidət isə nədir? Allahın dinində yenilikdir. Və qad qali aleyhissalatu vesselam, hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdu: "Mən amilə əmələn leysə aleyhi əmruna fəhuvə rad." Kim bir əməl edərsə, yəni şəriətdən bir əməl, şəriətdən sayar o əməli edərsə, hansı ki bizim işimiz, bizim şəriətimiz o üzərində deyil, o əməl üzərində deyil, o deyir, ondan qəbul olunmaz, ona rədd olunar. Və bununla bitirdik, yəni namazın şərtlərini. İnşallah gələn dəfə rükünlər, vaciblər və s. Subhanallah, həmdə təşhədu an la ilahe illallah. Yatanlar